Ne kadar ki yerimde sakit oturmuştum, hiç kes beni saymırdı. İtin kurdun ayağına verirdiler, başımdan basırdılar. Elə ki gördüler, yo, ölmemişim. Dünyanın gediş gelişini başa düşürəm. Onda məni hörmətə mindirdiler. Mənə belə hörmət lazım deyil. Qoylap, qoşun göndərsinlər. Bir yaxşı fikirləş. Gör bunun axırı nə ilə qutara bilər. Hökumətlik eləməyəcəksən ki. Mən belə hökumət tanımıram. Kərbəlayı. Yaşına görə çox şey görmüsən. Neçə ölkələrin torpağına ayaqlamısan. Zamana bizə çox şey öyrədib. Odur ki, gərək hər şeyi saf-çürük eləyik. Yaxşını pisdən ayıraq. Şura hökuməti ilə məninki tutmaz, bəy. Ne eləyib sənə şura hökuməti? Hələ soruşursan da, mən gördüyümü Allah heç kəsə göstərməsin. Oğlum Yadullanın müsibəti heç belə olmamışdı. Canımı dişimə tutub bir təhər dözürdüm. Dinç qoymadılar. Torpağımın yarısını aldılar, dinmədim. Şura seveti gəldi, kombet getdi, dinmədim. Evimi tarmar elədilər, danışmadım. Taxılımı apardılar, dinmədim. Əşə hansını deyim? İndi də bu qalxoz oyununu atıblar ortaya. Deyirlər ki, inəklərini ver, öküzlərini ver, atını da ver, arabanı da ver. Sonra da gəlib deyəcəklər ki, papağını da ver, namusunu da. Hələ bir soruşursan ki, Şura hökuməti mənə neyləyir?